Hər vaxtınız xeyir, Vaşinqtondan Amerikanın Səslinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Trump və Netanyahu arasında telefon söhbəti olub. Birləşmiş Ştatlarda kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Samsungun rəhbəri alovlanan smartfonlara görə üzr istəyir. İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trump arasında bazar günü telefon söhbəti olub. Bu, Trumpın inaugurasiyasından sonra iki lider arasında ilk telefon söhbətidir. Trump telefon söhbətinin olduqca gözəl keçdiyini deyib. Lakin o, Birləşmiş Ştatların səfirliyinin Tel Avivdən Qüdsə köçürülməsinin mümkünlüyü məsələsini qeyd etməyib. Telefon söhbətindən öncə Ağ Ev bildirib ki, hazırki məqamda belə bir addımın müzakirə edilməsi hələ olduqca tezdir. Donald Trump əvvəlki çıxışlarında buna meyilli olduğunu bildirmişdi. Baş nazir Netanyahu bugün daha öncə Qüdsdə Nazirlər Kabinetinin iclasının açılışında ölkənin ən mühüm müttəfiqi olan Birləşmiş Ştatlar və onun yeni prezidenti Donald Trumpa üz tutaraq deyib. Biz Donald Trumpı hakimiyyət dönəminin başlanması münasibəti ilə təbrik edirik. Mən onun İsrailə münasibətdə dərin dostluq hisslərinə, eləcə də radikal İslam terrorizminə qarşı bütün qüvvəsi ilə mübarizə etmək istədiyini elan etməsinə yüksək qiymət verirəm. İsrail lideri militant İslamı həm Yəhudi dövləti, həm də Qərb üçün təhlükə hesab edir. Lakin Obama bu ifadənin işlədilməsindən imtina edərək, onun azadlığa qanuni cəhd hesab etdiyi Fələstin məsələsindən ayrılmasının tərəfdarı idi. Radikal İslam terrorizmi Obama və İsrail lideri arasında fikir ayrılıqlarına səbəb olan çox sayda məsələlərdən biri idi. Fikir ayrılıqlarına səbəb olan daha bir məsələ Birləşmiş Ştatlar və dünya qüdrətlərinin İranla imzaladığı nüvə sazişi ilə əlaqədardır. Netanyahu nüvə razılaşmasını fəlakətli səhv adlandıraraq onun İsrailin təhlükəsizliyinə hədə törətdiyini deyib. Onun bildirdiyinə görə İran yeni administrasiya ilə müzakirələrdə əsas məsələlərdən biri olacaq. Suriya hökuməti ilə müxalifət Astanada danışıqlara başlayıb. Suriya hökuməti və müxalifət nümayəndələri bugün Qazaxıstanın paytaxtında bir araya gələrək Rusiya və Türkiyə tərəfindən dəstəklənən sülh danışıqlarına başlayıb. Üsyançı mənbələr isə birbaşa danışıqların olmayacağını deyir. Astanada keçirilən danışıqlarda diqqətin əsasən Rusiya, İran və Türkiyənin dekabr ayında təklif etdikləri ölkə boyu atəşkəsə nail olunmasına yönələcəyi güman edilir. Birləşmiş Ştatlar və BMT-nin iştirak etdiyi atəşkəslə bağlı cəhdlər tez bir zamanda pozulmuşdu. Belə ki, atəş açan tərəflər biri-birini günahlandırmışdı. Bir il bundan əvvəlki danışıqlar da daxil edilməklə 2011-ci ildə başlayan münaqişəyə son qoyulması ilə bağlı danışıqlar çox az nəticə verdi. Bugünə planlaşdırılmış danışıqların əvvəlki raundunda Suriyanın BMT-dəki səfiri Bəşar Cəfəri müxalifəti məsuliyyətsizlikdə ittiham edib. Dünyaya Baxış web xəbər bulletenini izləyirsiniz. Birləşmiş Ştatların cənub bölgəsindəki kəskin hava şəraiti azı 18 nəfərin həyatına son qoyub. Sinoptiklər qarşıdan ölümcül fırtınanın gəldiyi barədə xəbərdarlıq edib. Keçən həftənin son günləri Georgia ştatında baş verən fırtına və tornado səbəbindən 14 nəfər ölüb, 20 nəfərdən çox insan yaralanıb. Georgia ştatının qubernatoru Nathan Deal bölgənin ölüm, xəsarət və dağıntılar olan 7 mahalında fövqəladə vəziyyət elan edib. Digər 4 nəfər isə Mississippi ştatının Hattiesburg şəhərində tornado səbəbindən dünyasını dəyişib. Milli Hidrometeorologiya İdarəsinin bildirdiyinə görə Georgia, Florida ştatının cənubu və Alabama ştatının cənub-şərqinin bir hissəsi güclü dağıdıcı küləklərlə üzləşə bilər. Cənubi Koreyanın ən böyük korporasiyası Samsung bildirib ki, şirkət daxilində aparılan təhqiqat ötən il Galaxy Note 7 smartfonlarının alovlanmasına nöqsanlı batareyaların səbəb olduğu qənaətinə gəlib. Galaxy Note 7-nin əvəzləyici telefonları da alovlandığına görə Samsungun bu yaxınlarda yeni telefon çıxaracağı gözlənilir. Amma Ko şirkətinin yeni telefonu nə zaman təqdim ediləcəyi barədə heç bir məlumat verilməyib. Ötən il Galaxy Note 7 smartfonlarının alovlanması nəticəsində bir neçə insan yaralanıb, bir maşın məhv edilib, bir təyyarə isə evakuasiya edilmişdi. Təhlilçilər deyir ki, Samsungun bu probleminə səbəb davamlı batareyalı çox incə telefon yaratmaq istəyidir.
Şirkət yaydığı bəyanatda bu hadisənin bir daha baş verməsinin qarşısını almaq üçün bir sıra tədbirlərin görüldüyünü bildirib və qeyd edib ki, son bir neçə ay ərzində aldıqları dərslər şirkətin proses və mədəniyyətində öz əksini tapacaq. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız www.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizə sağollaşıram. Salamat qalın.